Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayran beddel eylesin. İşlerinizi avand eylesin. Hacetlerinizi Allah öz dergahında Kerbela şehirlerine hatir kabul eylesin. Söhbətimiz namaz bəhsi haqqındadır. Yəni Firuiddinin namaz bəhsi haqqında. İleride demiştik ki, bir dənə belə, yəni duaların qəbul olunması şərtlərinə aid olan söhbətlərdən bir dənə də İmam Hüseyin əleyhissalamın söhbətindən edəcək. Amma namaz bəhsini tamamlamaq mən elə bilirəm ki, daha yaxşı olar. Namaz bəhsindən sonra o biri, yəni hələ 9 dənə Firuiddinin şərtlərindən var. Namaz bəhsini tamamlayandan sonra İmam Hüseyin əleyhissalamın söhbətlərindən bir dənə, iki dənə edərəm. Sonra yenə də Firuiddinin, yəni o şərtləri haqqında söhbət edərəm. İləridəki söhbətimiz orada qaldı ki, namaz qılmaqla biz Allah Teala ilə söhbət edirik. Həm onun cəlalı qarşısında öz zəifliyimizi və ona möhtaclığımızı bildiririk. Həm də bizi yaratdığı üçün əql, kamal, sihət, ruzi və başqa nemətlər verib, onu tanımaq dərəcəsinə gətirdiyi üçün Allah Teala'ya minnətdarlıq edirik. Mətləb yaxşı aydın olmaq üçün bir misal deyirik. Fərz edək ki, işlədiyimiz yerdə müdirimiz bir yaşlı, möhtərəm, alicənab kişidir. Onu hər yerdə, hər idarədə tanıyırlar və ona hörmət edirlər. Bu müdir idarədə bütün işçilərə öz övladı kimi baxır. Xeyr, şərdə maddi kömək edir. Lazım olan vaxtda işdən azad edir. İşə gecikəndə üzümüzə vurub bizi utandırmır. Fərdi surətdə hamının halından xəbər tutur. Kömək lazım olanda əsirgəmir və s. Biz bu müdirdən çox xəcalət çəkirik. Onun xəcalətindən çıxa bilmirik. Çünki onun heç bir şey ehtiyacı yoxdur. Bir dəfə münasib bir məqam tapıb ona deyirik. Biz nə edək ki, sənin xəcalətindən çıxaq. O deyir ki, mənə heç nə lazım deyil. Əgər istəyirsiniz ki, mənə borclu olmayasınız, hər səhər gəlin mənə salam verin. Sonra öz işinizə başlayın. Bundan sonra müdirin köməkçisi bizə müdirin otağına girmək və salam vermək qaydasını da öyrədir ki, ona layiq hərəkət edək və ona salam verək. Bizim namaz qılmağımız Allah Teala huzurunda bu misaldadır. Allah Teala həmən müdir, Peyğəmbər onun köməkçisi, bizə öyrətdiyi salam isə namazdır. İndi əgər biz müdirin dediyi kimi səhərlər işə gələndə ona salam verməsək və qapısından laqeyd keçib ona etina etməsək, o da öz pəncərəsindən bizim etinasız keçdiyimizi görsə, bununla belə yenə öz yaxşılığını bizdən kəsməsə, biz nə yerində qalarıq? Bu hələ müdirdir, məxluqdur. Bəs Xaliq haqqında belə etsək, onun tapşırdığı namazı onun qarşısında tərk etmiş olsaq, necə nankor olarıq, nankor sayılarıq. Bunları nəzərdə tutaq, namaz qılmamaq bizim üçün Allah qarşısında
böyük ədəbsizlik və ona qarşı böyük cəsarət və hörmətsizlik olmazmı? Xülasə, namaz bizim Allah Teala qarşısında minnətdarlığımızı, məhəbbətimizi, həm də onun qarşısında kiçiklik və zəifliyimizi, onun cəlalı müqabilində təzim etməyimizi nümayiş etdirir. Yuxarıda qeyd etdi ki, insanı şərafətləndirən onun ruhani və mənəvi cənbəsidir. Varlığını yəqin edib, özünü görmək mümkün olmayan bir zat ilə insan yaxınlaşmaq istədikcə maddi aləmdən uzaqlaşır, mənəvi aləmə yaxınlaşır. Yəni o cismani və heyvani cənbəsini zəifləşdirib, ruhani və mələkuti cənbəsini qüvvətləndirir, kamalını artırır və bu tərəfə nə qədər meyl edirsə, o qədər də o insan kamilləşir, onun təbiəti cilalanır. Necə ki, heykəltəraş bir parça ağacı yonub, hamarlayır, ondan bir insan heykəli düzəldir. Onun üzərində diqqətlə işləyib bütün əzasını kamil dərəcədə düzəldəndən sonra onu sığallayıb lak çəkir və nəticədə əla bir incəsənət əsəri əmələ gəlir. Eləcə də insan Allah Teala huzurunda namaz qılanda və ibadət edəndə özünü maddi aləmdən ayırıb, nəfsini tərbiyələndirir və mənəvi qida ilə öz ruhunu qidalandırıb kamala yetişir. Belə olduqca insan saflaşır. Onu insanlıq aləminə mənsub edən xüsusiyyət, yəni ruh cismə qələbə edir və insan Allah Teala'ya yaxınlaşmış olur. Hətta kəşf və kəramət sahibi olur. İləridəki söhbətlərimdə də mən sizə deyirdim ki, insan o qədər Allah Teala'ya yaxınlaşa bilər ki, hətta yuxu aləmində hər nə istəsə öyrənə bilər. Hətta aşkarda da istədikləri əmələ gələr. Bu barədə çox faydalı, ibrətamiz, insanın mənəviyyatı üçün lazımlı sözlər var. Bu müxtəsər kitabda onların hamısını yazmağa imkan yoxdur. Lakin bu məqama münasib olan bir hekayət nəql edirik. İbrahim Ədhəm Ərəbistanda padişah imiş. Bir gecə öz otağında tək oturulmuş. Birdən qəsrin damından ayaq səsi eşidilir. Xaricə çıxır ki, görsün gecənin bu vaxtında kim və nə cürətlə şahlıq sarayının damına çıxıb. Görür ki, bədəvi, yəni çöldə yaşayan bir ərəb damda gəzir. Ondan soruşur ki, sən kimsən və burada nə edirsən? Ərəb deyir ki, dəvəmi itirmişəm. Güman elədim ki, bu karvansaraya gəlmiş olar. Şah deyir ki, sən nə danışırsan? Bura karvansaray deyil, şahlıq qəsridir. Ərəb soruşur ki, burada padişah kimdir? İbrahim deyir ki, mən. Ərəb deyir, bəs səndən qabaq burada kim olub? İbrahim deyir ki, atam. Ərəb soruşur ki, bəs səndən sonra kim olacaq? İbrahim deyir ki, oğlum vəliəhddir. Yəni vəliəhd o deməkdir ki, yəni padişahdan sonra onun yerinə həmən adam təyin olunur. Ərəb deyir ki, bəs deyirsən bura karvansaray deyil. Atan gedib, onun yerinə sən gəlmisən. Sənin də yerinə oğlun gələcək. Bu ki, karvansaraydır. İbrahim Ədhəm sanki yuxudan ayılan kimi olur. Görür ki, ərəb damda yox oldu. O gəlir öz otağında fikrə dalır. Dünyanın puç olmağı onun üçün aydın olur. Şahlıq və dövlət onun nəzərində qiymətdən düşür. Dünyanın etibarsız və müvəqqəti, axirətin əbədi olması onun nəzərində
canlanır. O axirət qazanmaq fikrinə düşür. Gecə ikən təxti, tacı, xəzinəni, bütün padişahlığı qoyub, şahlıq libasını da çıxarır. Adi bir paltar geyib saraydan çıxıb gedir. Səhər şahdan bir əsər görünmür. Onun yerini heç kəs bilmir. Onun yerinə başqa adam şah olur. İbrahim Ədhəm dağların arasında, mağaralarda ibadətlə məşğul olur. Dünya ilə əlaqəsini kəsir. Ot, ələf, ağac yarpağı ilə güzəran edir. Paltarı cırılıb dağılır. Bir neçə il keçir. Bir gün su üçün bir çayın kənarına gəlir. Orada arvadlar paltar yuyurlarmış. İbrahim Ədhəmin anası da o qadınların arasında imiş. O oğlunu itirəndən sonra saraydan qovulur. Qulluqçuluqla özünü dolandırırmış. Ana öz oğlunu belə səfil bir halda görəndə gəlib onu qucaqlayıb ağlayır. Görür ki, onun paltarları cırılıb tökülür. İğnə sap çıxarıb onun paltarlarını tikməyə başlayır. Həm də onu danlayır ki, nə üçün şahlığı atıb belə sərsəri həyat keçirirsən. İbrahim anasının əlindən iğnəni alıb çaya atır. Anası deyir ki, sən nə üçün belə edirsən? Qoy paltarlarının cırığını tikim. İbrahim deyir ki, narahat olma, indi iğnəni gətirərlər. O üzünü çaya tutub deyir, balıqlar anamın iğnəsini gətirir. Bu zaman bir balıq başını sudan çıxarıb, ağzında iğnəni ona uzadır. İbrahim anasına deyir ki, mən o padişahlığı atıb, belə bir padişahlığa çatmışam. Belə xariqüladə işlər edə bilən şəxslərə kəşf və kəramət sahibi deyirlər. Belə şəxslər çox olub. Hal-hazırda da var. Lakin onlar ya cəmiyyətdən kənarda yaşayır, ya da cəmiyyət içində olduqları halda özünün Allah Teala'ya müqərrəbliyini və kəramət sahibi olduğunu gizli saxlayır. Mən bu barədə irəlidə səhv etməsəm demişəm ki, yəni belə kəramətləri deyəndə insan özü kəsərdən düşür və belə işlər daha onda baş vermir. Bakının Maşdaqa kəndində məqbərəsi Aqal Baba adı ilə məşhur olan bir zat bu cür kəşf və kəramət sahibi imiş. Onun adı Səyyid Kamil olsa da ona Ağa Əli Baba deyiblərmiş. Sonradan bunu təhrif ediblər. Aqal Baba olub. Bu cənab təxminən 400 ilə qədər bundan qabaq yaşayıb. Ondan xariqüladə işlər nəql edirlər ki, burada yazmağa imkanımız yoxdur. Bunu da qeyd edək ki, bu cür məqam əldə etmək üçün cəmiyyəti atıb səfil həyat keçirməyi Peyğəmbər və imamlar məzəmmət ediblər. Yəni, belə işlər görməsöz yaxşı, amma elə evdə də ibadətlə məşğul olsaq, yəni o yerə gəlib çata bilərsiniz. İnsan cəmiyyətdən çıxmamalı, cəmiyyətin dərdinə qalmalı, onun çətinliklərinə kömək etməli, yolundan azanları düz yola dəvət etməli, tüfeyli həyat sürməməli, öz əlinin əməyinə özünü və ailəsini dolandırmalıdır. Bunlar özü də ən yaxşı ibadətdir. Bu yol ilə də kəşf, kəramətə yetmək olar. Ağa Əli Baba bu cür bir zat imiş.